Buyurun, sizi təqdim Ben edin. Gülarə Teymurova. Mənə 400 bin pul atmışdılar. Dələduzluqla. 400 binin 30 bini alındı. Yerində qaldı 370 bini. 370 binə qarşı mən 2 il yarımdır Reska prokurorunda vuruşuruq. Reska prokurorunda vuruşduğumuza baxmayaraq bizim işimiz pulun sonunda pul son görünüş Abşeron rayonu olduğu için Abşeron rayonunda pul verilip ona göre Abşeron rayonunda Elfin Market'te verildiğine göre axırıncı iş geldi Abşeron rayonuna Reska prokurorunda oturan baş prokurorunda oturan Kamran Əliyevə öz təşəkkürünü bildirirəm. Bir Azərbaycan vətəndaşı kimi. Mən Kamran Əliyevə borçluyam. Ama Reska prokurorunda oturan familiyasını bilmirəm. Ukurator Qasımov. Mən gəlirəm Ukurator Qasımova ki, qurban olun. Mən zərər çəkmişəm. Məni vətəndaş qəbul eləmir. Mənim şartlarımı qəbul eləmir. Mənim şartlarıma baxmır. Yenə də Qasımov deyir ki, get qəbul eləyəcək. Taksiyə pul verirəm. Gəlirəm buraya. Buradan gedirəm Abşerona. Gəlirəm Reska prokuroruna gedirəm Abşerona. Əziz jurnalistlər, gözəl jurnalistlərimiz, mənim Azərbaycanım var, ölməz lider Heydər Əlirzoğlu Əliyevin qanunu var. Heydər Əliyevin qanununa güvənirəm. Heydər Əlirzoğlu Əliyevin də azad və jurnalistləri var. Mən xahiş edirəm sizdən, mənim səsimi Azərbaycanımızın prezidenti İlham Əliyevə çatdırasınız. Mehriban Əliyevə çatdırasınız. Çünki mən də bir anayam. Mənim ana fəryadımı eşidim, cənab Mehriban xanım. Sizə yalvarıram. 2 ildir mənim işimi çöndərirlər o yana, bu yana ki, qoy 2 il yarım bu iş keçsin, yanvardan sonra 2026'ya keçəndə bu işin qanını batırsınlar. Ona görə də, yəni işin vaxtı keçmiş olunsun. Mən xahiş edirəm sizdən. Cənab Mehriban xanım, sizə baş əyirəm. Mehriban xanım, mən bir dənə hüququ, cənab prezidenti, mənim işimə haqq ədalətlə baxılsın. Və mən Azərbaycan Respublikasının baş prokurorunda oturan Cəsarət Əzizova minnətdarımı bildirirəm. Cəsarət Əzizovun qarşısında baş əyirəm. Çünki həqiqətdə də cəsarət iş aparır, dürüst aparır, düzgün iş aparır. 2 ildir məndə Gəncədə iş gedib. Mən Cəsarət Əzizovun qəbuluna gəlmişəm. Sanki Bratamın qəbuluna kimi girmişəm. Azərbaycanın vətəndaşını Azərbaycan prokuroru kimi qəbul edib. Vətəndaşları düzgün yola salıb. Haqq ədalətlə iş aparıb Cəsarət Əzizov. Və Kamran Əliyev, sizə minnətdaram. Cənab Kamran Əliyev, yalvarıram sizə. Bir Azərbaycan xanımı kimi, ana kimi fəryad edirəm. 3 dəfə qəbulunuzda olmuşam. Bəli, sizin tapşırığınızla mənə işim yerinə yetib. Qürbət Əliyevə cinayət işi qalxıb. Amma sizin bəlkə də xəbəriniz yoxdur. Abşeron kuratoru Qasımov mənim işimi Abşeronun prokurorundan bilmirəm. Zərər çəkmişəm. Və mənim şahidlərim var. Şartlarımı dindir və qəbul elə. Mənim şartlarımı dindirmir və qəbul eləmir. Gəncənin şahidini gətirir burada. 64 bin pul verir. Onu qəbul etdirir. Xahiş edirəm Gəncənin şahidinin. Məndə səs yazmaları var. Eynullah Kərimov. Və niyə ərizə verdiyi haqqında səs yazmaları var. Mən bu yaxından cənab prokuror Kamran Əliyevin qəbulunda olacağım. Həmin səs yazma diskləri verəcəm. Və Qürbət Əliyev Gəncə şəhərinə, baş prokuroruna Rauf Gözəlov, xahiş edirəm sizə. Siz həqiqi humanist prokurorsunuz, gözəl prokurorsunuz. İşimi çox dürüst aparmışsınız. 10 illik yatmış, batmış, nicatla keçmiş prokuror batırdığı qanı siz qaldırmışsınız. Və siz düzgün iş aparırsınız. Sizə yalvarıram. Mənim işim düzgün geçsin. Və mənim şahidlərim qəbul olunsun. Və mənim 9 hektar torpaq cənab prezident, cənab İlham Əliyev, bunun pulu hara gedir? Vergi verilip mi? Elə bu Reska prokurorunda oturan kurator Qasımovdan ibarət deyil. Mən buraya son özümü öldürmə həddinə çatmışam. Cənab jurnalistlər, prokuror, reis mənim bu işime düzgün baxsın. Çünki bura azadlıqdır, demokratiyadır, azad sözümü demək istəyirəm. Yalvarıram sizə. Yalvarıram cənab prokuror Kamran Əliyev. Əliyev Qürbət, mənim 9 hektar torpağım mənimsiyib. Və qardaşı Qərif Əliyev mənim torpağımı mənimsiyib. 4 dənə şərik, 4'ümüzə də atıblar. Xahiş edirəm. Özümü də Qürbət Əliyevin səs yazması var. Deyir ki, mən 100 min verin. Qürbət Əliyevi tutmuşlar. Məhkəmələr içərisində 100 min verin, Gültekin özünü tutturacağım. Yalvarıram sizə. Kamran Əliyev, yalvarıram sizə. İlham Əliyev, yalvarıram sizə. Prokurorlar, məhkəmələr, yalvarıram sizə. Gəncə şəhəri Toğrul Əlidən
Apelasiya məhkəməsi toğrullardan ibarət deyil. Yalvarıram mənim haqqım da qalmasın. And için amanamın südünə. Mən özümü intihar eləyəcəm və evlatlarımı intihar eləyəcəm. Özümü intihar eləmək haqqına gəlmişəm. Bağılmışam. Ukurator Qasımov. Mənim Rusiyadan şərikim gəlir. Və mənim şahidlərim gəlir ki, Qasımov bizi deyir mən nə qarım. Ukurator mənim şahidimi içeri salıp der ki belki bu kadın şer eləyir. 10.000 ahali Cənab Kamran Əliyev 370 minə şer olur mu? Belə Allahsızlıq olur mu? Belə Quransızlıq olur mu? 4 hektar torpaq niye adımlanmır? Niye ölçülmür? Niye 1.200.000 manat pul yiyilib? Hələ məhəsi yok. Hani onun vergisi? Niye diyor Qürbət Əliyev der 370.000 desə, gərək 200.000 də devlet ödə. Devlete pul getdi sənə nə qoy sən pulu ödəsin. Niye? Niye İlham Əliyevə zərbə vurulsun? Niye vergiyə zərbə vurulsun? Qoy haqq yerini tutsun, ədalət yerini tutsun. Vergi ilə cəmaatımız dolanır. Şəhid aləmizə baxır İlham Əliyev. Qaçqınlarımıza baxır, yetimlərimizə baxır. Niye 200.000 devlete verilməsin? Qürbət Əliyev 1.200.000 yiyibsə, hətta 9.000 hektar torpağı demirəm. Qasımov ukuratorsan, prokurorsan deyəni mən tutturamazsam, ben tutturarsan, üzmadan koydurarsan siz. Bugündən, bu ayın tarixindən ukurator Qasımov məni, filan müğənni kimi məni də təhlükə gözləyir. Xahiş edirəm, mənə yardım edin. Mən ölsəm də yerimdə qalan balalarım öz intihar eləyəcək. Bu qədər.